Elə yox belənin bugünkü misalı trigonometriyadır. Gəlin misalla tanış olaq. Tapşırığı işləyərkən biz iki cəbhəyə bölünürük. Elə yox belə də oradan gəlir meydana. Birinci onu qeyd edeyim ki, kotangensin yazılış formasında belə bir dəyişiklik ediblər. Kotangen sayfa kimi artıq yeni kitablarda bilinir. Amma mən köhnə tipli getdim yenə də bu qaydası ilə. Və kotangen sayfa kosinusun sinusa nisbətidir. Bunu da necə yadımızda saxlayırıq? İkisi də koko. Oradan yadımızda saxlayırıq. Tangens nə olacaq? Tangens sinusun kosinusa nisbəti olacaq. Bu da belə. Buradan bir dənə kosinus sayfanı tapıram. Kosinus sayfa 2 dənə sinus sayfaya bərabərdir. Sonra nə edirəm? Gətirirəm uşaqlar bütün kosinusların yerinə 2 dənə sinus sayfa qoyuram. Onda burada nə yaranacaq? Burada yaranacaq deməli 3 vurulsun 2 dənə sinus kvadratı alfa. Üstə gəl 4 dənə sinus kvadratı alfa. Yenə də deyirəm, nə edirsiniz? Gətirirsiniz kosinusların yerinə ancaq 2 sinus sayfa qoyursunuz. Sonra aşağıda sinus kvadratı alfa çıxılsın 2 vurulsun 4 dənə sinus kvadratı alfa. Baxaq, görək bizə nə verəcək? Yuxarı verəcək 10 dənə sinus kvadratı alfa. Aşağı verəcək 1 çıxılsın 8, yəni mənfi 7 sinus kvadratı alfa. Sinus kvadratı alfalar da gedir, cavab olur mənfi 7-də 10. Bu bir. Digər üsulda nə etməlisiniz? Kotangens nədir? Kotangens kosinusun sinusa nisbətidir. Gətirirəm, nə edirəm? Baxın, hər bir ifadəni, həm bunu, bütün bu funksiyaları nə edirəm? Sinus kvadratı alfaya bölürəm. Ümumiyyətlə baxın, görün oradan kotangensi necə yarada bilərsiniz? Onu fikirləşin, ona uyğun hərəkət edin. Sinus kvadratı alfaya böləndə görəcəksiniz ki, orada kotangenslər yaranacaq. Kotangenslərin yerinə də 2 qoymaqla ifadəni hesablayacaqsınız. Əgər burada bizə tangens verilsə, o zaman sinusun kosinusa nisbəti olacaq orada. Artıq hər bir həddi kosinus kvadratı alfaya bölmüş olacaqsınız.